limonlu kekslər hazırlayıram. 3 yumurta ilə 1 stəkan şəkəri qabın içərisində birləşdirib şəkər əriyənə qədər yaxşı çalıram çırpıcı ilə. Bu arada sobanı 175 dərəcə isinmağa qoymuşam. Şəkər əriyəndə üstünə 100 ml süd, 200 ml bitki yağı, 1 ədəd iri limonun qabığını rəndədən keçirmişəm. Onu əlavə edib azca qarışdırdım. Ələyimin içərisinə 2 stəkan un, qabartma tozu və vanilin töküb əliyirəm. Daha sonra yaxşı qarışdırıram. Belə qatılıqda xəmir alınır. Xəmiri bu qaba boşaldıram ki, keksi bişirəcəyim qəlblərə tökmək rahat olsun. Qəlbin içərisinə kağız yerləşdirirəm. Daha səliqəli olur kekslər kağızda. Kağızlar dolana qədər xəmir töküb 175 dərəcədə isitdiyim sobada 45 dəqiqə bişirirəm. Bişməyini çöplə yoxlamaq lazımdır. Çünki sobalar fərqlidir. Çox ləzzətli olur. Siz də bişirin, nuş ilə yeyin.